Əziz həmvətənlər, bugün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və digər işğal edilmiş ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əskər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bugün bizim doğma torpaqlarımız bizə qayıdır. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir. 4 il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə kəndin sakinləri qayıtsınlar. Gözəl qəsəbə saldıq və qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq. Və bizim digər işğal edilmiş torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Və hesab edirəm ki, Cəbrayıl rayonunun bugün rayonun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz ki, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında. Əskər və zabitlərimiz qəhrəmanlıq göstərir. Düşmənə sarsıdıcı zərbələr endirir. Düşməni yerinə oturdur. Düşməni torpaqlarımızdan qovur. Canı, qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bugün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq. Şanlı tarixini yazırıq. Biz bugün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli, tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində, 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bütün bizim tarixi, dini, mədəni abidələrimizi darmadağın edib, dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qaydacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib, tarixi saxtalaşdırmaq, eyni zamanda Azərbaycan xalqının tarixi mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əskərimiz xilaskar əskərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. Bugün Cəbrayıllar əlbəttə ki, sevinc içindədir. Necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz, su qovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi.
bir-birini təbrik edirdi. Gözyaşlarını saxlaya bilmirdi. Bu sevinç gözyaşlarıdır. 90-cı illərin əvvəllərində də Azərbaycan gözyaşlarını töküb. Ancaq o məğlubiyyət gözyaşlarıydı. O faciə gözyaşlarıydı. Bugün Azərbaycan xalqı sevinç içindədir. Cəbrayıllara və bütün Azərbaycan xalqına bugün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bugün şanlı Azərbaycan ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib. Cəbrayıl şəhəri, Kərxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Xorovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Bu kəndin sakinləri sizə müraciət edirəm. Sizin həsrətinizə son qoyulur və digər bütün bizim qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yoluyla. Biz istəyirdik ki, danışıqlar yoluyla bu məsələ həll olunsun. Səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq. Bizə mənsub olanı istəmişik. Başqasının torpağında gözümüz heç vaxt olmuyor. Amma demişik ki, bu bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır. Danışıqlar yoluyla qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. 30 il ərzində danışıqlar gedə bilərmi? 30 il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı? 30 il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı, BMT Təhlükəsizlik Şurası öz qətnamələrin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr kağız üzərindədir. 27 il. Və 27 il ərzində biz bütün dövrlərdə, danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Aqressor daha da azğınlaşıb, aqressorun tamaxı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib, nəticədə bütün işğal edilmiş torpaqları qondarma Dağlıq Qarabağ Respublikasına aid edilib, yeni xəritələr dərc edilib və bu xəritələrdə bütün işğal edilmiş ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacaq. Biz demişdik ki, axı bu danışıqlar deməli, predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi ki, orada göstərilirdi ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılacaq mərhələli yollarla. Və biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yoluyla qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, ondan sonra Azərbaycan Dağlıq Qarabağı qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra birlikdə Azərbaycan və erməni xalqı birlikdə yaşasın, necə ki, vaxtilə biz yaşamışıq. Bu ədalətli mövqedir. Bu bütün beynəlxalq hüquq normalara uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?
Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır. Bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz ateşə tutuldu. Hərbçilərimiz öldü, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı, indi ifadələr verir ki, göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik? Ondan sonra Ermənistan baş naziri cəfəng fikirlər ortaya atır. Tarixi saxtalaşdırır. Öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl Qarabağ Ermənistandır və nöqtə deməklə bütün danışıqlar prosesinə zərbə vurdu. Onu mənasız etdi. Danışıqlar formatını dəyişdirmək cəhdləri, qondarma, oyuncaq, xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır sözləri tamamilə danışıqlar prosesinə ziddir. Adekvat cavab aldı mı? Dəfələrlə mən demişdim. Minsk qrupu həmsədr ölkələrinə, o həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqı nümayəndələrinə demişdim ki, təsir eləyin Ermənistana, sanksiyaları tətbiq eləyin, təzyiq eləyin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən, Azərbaycan prezidenti bu vəziyyətlə barışacaq. Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağım. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni calladları ilə biz danışıqlar mı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi. Şuşada qondarma rejimin başçısı özünə dırnaq arası and içmə mərasimi keçirmişdir. Baxım görüm, indi and içmə mərasimi harada keçirəcək? Yas mərasimini keçirəcək. İndi qaçıb sıçan kimi gizlənib. Çıxsın ortalığa. Ermənistan baş naziri gedib Şuşada, Cidir düzündə rəqs eləyir. Hesab edir ki, biz bununla barışacağıq. Səhv edib. Heç vaxt biz bununla barışmayacağıq. Qondarma Dağlıq Qarabağ Respublikasının parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etməyəcəkdir. Cəbrayıl'a Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürdürlər. Bizim qədim şəhərimizə Şuşada yerləşdirirlər, televiziyada göstərirlər. Beynəlxalq konvensiyaları pozurlar, Ceneva konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var. Biz tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlarına məsələ qaldırın. BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara deyin ki, bu qanunsuzdur. Qanunsuz məskunlaşma cinayətdir. Buna reaksiya oldu. Minsk qrupu bir açıqlama verdi mi? Vermədi. Avropa İttifaqı verdi mi? Vermədi. Dedi ki, bu bizi maraqlandırmaz. Maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə xoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür. Bizi itham edirlər bəzi ölkələr, Avropa ölkələri. Geçsinlər, güzgüyə baxsınlar. Bu ithamların heç bir əsası yoxdur. Ki,
kimsə imkan verməz ki, Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır. Biz ora qayıtmalıyıq və qayıdırıq və qayıdacağıq. Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir və eyni zamanda bu məsələyə biganə yanaşan və daima Ermənistan tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl demişdim Ermənistana, gəl təkbətək vuruşaq, baxaq kim kimdir. İndi nə oldu? Hər gün bir dünya liderinə zəng eləyir Paşinyan. Hər gün. Mən heç kimə zəng eləməmişəm. Heç bir liderə zəng eləməmişəm. Təmaslarım olub, mənə zəng eləyiblər. Amma bu, da adam qalmayıb ki, zəng eləməsin, yalvarmasın, emisar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax, budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi murdarlanmasaydı, əlbəttə ki, biz danışıqlara ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təhribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq. İndi biz göstərdik kim kimdir. İti qovan kimi qovuruq onları. İti qovan kimi Azərbaycan əskəri onları qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Onların səngərlərində Azərbaycan əskəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnika bizim əlimizdədir. Yük maşınları bizim əlimizdədir. Və biz xilaskar missiyamızı icra edirik və edəcəyik. Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil. Bizə 7 şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan? İndi baxım görüm nə şərt qoyursan bizə. Yıxılıb, diz çöküb, yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs bərpa olunmuşdur. 2 il ərzində Ermənistan baş naziri xahişi ilə ki, məndən xahiş eləmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəm, mən yeni fikirlərlə gəlmişəm, mən keçmiş bütün deməli, nə olub, onun üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Yaxşı dedim. Nə oldu? 1 ildən sonra çıxıb gedib ki, Qarabağ Ermənistandır. İndi desin Qarabağ Ermənistandır. Və mənə indi olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır. Və bəzi hallarda indi soruşurlar, bəs sizin şərtiniz nədir? Mənim şərtim birdir. Çıxsın bizim torpaqlarımızdan. Çıxsın, dayansın, qarşı durma. Amma sözdə yox, əməldə desin ki, mən Azərbaycan ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu təsbit edilib. Mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam, necə ki, baza prinsiplərində bu təsbit edilib. Mən desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt qrafik versin.
işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcək. Halbuki, indiki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar. Vaxt verək ki, yenə də adam toplasınlar, bizə hücum eləsinlər. Bizi belə sadəlöv sayırlar bunlar. Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Dedim mən nə lazımdır. Vəssalam. Və bugün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təhribat elədi, dərs verdik, dərs olmadı. Burada təhribat elədi, dərs verdik, dərs olmadı. Nəhayət bu dəfə təhribat elədi, dərs verdik, indi dərs oldu. Biz haqq ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik. Azərbaycan xalqının ümidlərini doğrulduruq və doğruldacağıq bundan sonra. Biz haqlıyıq, biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.